Qoç. Bugün daxili enerjinizin pik nöqtəsinə çatdığını hiss edərək yataqdan olduqca gümrah qalxacaqsınız. Marsın mühüm təsirləri sayəsində qarşınıza çıxan hər bir çətinliyi asanlıqla dəf etmək iqtidarındasınız. İş mühitində uzun müddətdir təxirə saldığınız mürəkkəb layihələrə rəhbərlik etmək üçün ideal zamandır. Ətrafınızdakı insanlar sizin bu sarsılmaz qətiyyətinizdən ilham alaraq arxanızca gəlməyə can atacaqlar. Maliyyə məsələlərində ani qərarlardan qaçmalı, gəlirlərinizi daha səmərəli şaxələndirməyin yollarını axtarmalısınız. Şəxsi münasibətlərdə partnyorunuzun hisslərinə qarşı daha həssas yanaşmaq bağlarınızı görünməmiş dərəcədə gücləndirə bilər. Subay qoçlar üçün günorta saatlarında gözlənilməz bir qarşılaşma gələcək sevgi romanının təməlini qoyacaq. Sağlamlığınızı qorumaq naminə gərgin zehni fəaliyyətdən sonra mütləq təmiz havada gəzintiyə çıxmalısınız. Axşam saatlarında dostlarınızla keçirəcəyiniz səmimi söhbətlər sizə unudulmuş xoş xatirələri yenidən yaşadacaq. İntuisiyanızın səsinə qulaq asaraq daxili dünyanızda baş qaldıran yeni ideyaları mütləq kağıza köçürün. Həyatın ritmini tutmaq üçün bugün qəhvə istehlakını azaldıb bitki çaylarına üstünlük verməyiniz tövsiyə olunur. Özünüzə olan inamı itirmədən başladığınız hər bir yaradıcı işi məntiqli sonluğa çatdırmağa çalışın. Karyera pillələrində irəliləmək üçün rəhbərliyin təklif edəcəyi yeni öhdəliklərdən qətiyyən qorxub geri çəkilməyin. Maddi rifahınızı artırmaq məqsədlə fərqli investisiya alətlərini dərindən araşdırmağınız gələcəyinizi tam sığortalaya bilər. Yaxın gələcəkdə reallaşdıracağınız böyük səyahətin planlarını məhz bugün cızmağa başlamaq sizə uğur gətirəcək. Ruhunuzu dincəltmək üçün meditasiya və ya yüngül yoga hərəkətləri ilə məşğul olmağı unutmayın. Buğa. Bugün maliyyə sabitliyinizi qorumaq və yeni qazanc mənbələri tapmaq üçün son dərəcə əlverişli fürsətlər yaranır. Veneranın estetik toxunuşları sayəsində ətrafınızda gözəllik yaratmaq və evinizi yenidən bəzəmək istəyi baş qaldıracaq. Peşəkar fəaliyyətinizdə təmkinli davranmaqla həmkarlarınız arasında yaranan xırda münaqişələri asanlıqla yoluna qoyacaqsınız. Köhnə borcların qaytarılması və ya gözlənilməz bir maddi dəstək sayəsində büdcəniz əhəmiyyətli dərəcədə rahatlayacaq. Sevgi müstəvisində tərəfdaşınızla gələcək planlarınızı bölüşmək aranızdakı etimad mühitini daha da dərinləşdirəcək. Yalnızlıqdan sıxılan buğalar bugün sosial şəbəkələrdə və ya mədəni tədbirlərdə maraqlı bir insanla tanış ola bilərlər. Sağlamlıq baxımından boğaz nahiyənizi qorumalı və soyuq içkilərdən mümkün qədər uzaq durmalısınız. Bugün qəbul edəcəyiniz hər bir qərar gələcək 10 illikdəki rifahınızın möhkəm təməli rolunu oynayacaq. Təbiətlə ünsiyyətdə olmaq, torpağa toxunmaq enerjinizi yeniləyəcək və zehninizi lazımsız fikirlərdən tam təmizləyəcək. Heç bir əsası olmayan qorxuları bir kənara qoyaraq daxili gücünüzə güvənməyin əsl zamanı gəlib çatmışdır. İşgüzar danışıqlarda öz şərtlərinizi diktə etməkdən çəkinməyin, çünki ulduzlar sizin tərəfinizdə yer alır. Ailə üzvlərinizin məsləhətlərinə qulaq asmaq sizə çətin görünən bir problemin ən sadə həll yolunu göstərəcək. Yaradıcılıq potensialınızı üzə çıxarmaq üçün rəsm çəkmək və ya musiqi ilə məşğul olmaq ruhunuzu oxşayacaq. Bədəninizin ehtiyac duyduğu yuxu rejiminə ciddi riayət etməklə növbəti günlər üçün böyük enerji ehtiyatı toplayın. Hər bir addımınızı xırdalıqlarına qədər hesablamaq xasiyyətiniz bugün sizi böyük bir itkidən xilas edəcək. Özünüzə vaxt ayıraraq sevdiyiniz kitabın sirlərlə dolu dünyasına qərq olmaq zehninizi xeyli itiləşdirəcək. Əkizlər. İnformasiya axınının sürətləndiyi bu gündə intellektual fəaliyyətlərinizlə ətrafdakı hər kəsi heyran qoymağı bacaracaqsınız. Merkurinin dəstəyi ilə nitqiniz o qədər axıcı və inandırıcı olacaq ki, ən inadkar insanları belə öz tərəfinizə çəkəcəksiniz. Yeni dil öyrənmək, xaricdə təhsil imkanlarını araşdırmaq və ya elmi tədqiqatlara başlamaq üçün möhtəşəm vaxtdır. İş yerində eyni anda bir neçə tapşırığı yerinə yetirərkən diqqətinizi tam toplamağa xüsusi diqqət yetirməlisiniz. Səyahət planları reallaşdıra bilərsiniz, çünki bugün çıxacağınız yollar sizə unudulmaz təcrübələr və yeni dostluqlar qazandıracaq. Şəxsi həyatınızda emosional dalğalanmalardan qaçmaq üçün partnyorunuzla açıq və səmimi dialoq qurmağa can atın. Eşq axtarışında olanlar üçün bugün fərqli dünya görüşünə malik səmimi bir insanla tanış olmaq ehtimalı olduqca yüksəkdir. Sinir sisteminizi həddindən artıq yükləməmək üçün gün ərzində qısa fasilələr verməyi vərdiş halına gətirməlisiniz. Maliyyə məsələlərində dostlarınızın məsləhətlərinə deyil, yalnız öz məntiqinizə və peşəkar analitiklərə etibar edin. Bugün qarşınıza çıxan hər bir məlumatı bir neçə mənbədən yoxlamadan qəti qərarlar verməkdən yayınmalısınız.
Köhnə bir ideyanı müasir trendlərə uyğunlaşdıraraq yenidən gündəmə gətirmək sizə böyük uğur qazandıra bilər. Bacı-qardaşlarınızla və ya yaxın qohumlarınızla olan münasibətlərdəki incikliyi aradan qaldırmaq üçün bugün addım atın. Zehni idman növləri, xüsusən də şahmat və ya tapmacalar həll etmək beyin fəaliyyətinizi maksimum dərəcəyə çatdıracaq. Yemək rasionunuzda təzə meyvə və tərəvəzlərə yer verməklə immunitetinizi bu keçid dövründə gücləndirin. Həyatın dinamikasına uyğunlaşmaq bacarığınız sayəsində gözlənilməz plan dəyişikliklərindən belə böyük fayda götürəcəksiniz. Daxili səsinizi dinləyərək sizi həqiqətən xoşbəxt edən məşğuliyyətlərə daha çox zaman ayırmağa çalışın. Xərçəng. Bugün emosional dünyanızda dərin bir hüzur və daxili balansın yarandığını hiss edəcəksiniz. Ayın rəhbərliyi altında ailə ocağınızın istiliyini qorumaq və sevdiklərinizə qayğı göstərmək istəyiniz ön plana çıxacaq. Keçmişdən gələn bəzi xatirələr zehninizi məşğul etsə də, onlardan gələcək üçün mühüm dərslər çıxarmağı bacarmalısınız. Peşəkar sahədə intuisiyanıza güvənərək atacağınız addımlar sizə rəhbərliyin gözündə böyük nüfuz qazandıracaq. Maddi durumunuzu yaxşılaşdırmaq üçün daşınmaz əmlak və ya ev təmiri ilə bağlı məsələləri uğurla həll edə bilərsiniz. Sevgilinizlə keçirəcəyiniz romantik bir şam yeməyi aranızdakı köhnə incikliklərin tamamilə unudulmasına kömək edəcək. Subay xərçənglər ürəklərini keçmişin kölgəsindən azad etməli və qarşılarına çıxan yeni insanlara şans verməlidirlər. Həzm sisteminizə qarşı diqqətli olmalı, ağır və yağlı yeməklərdən bugün mütləq imtina etməlisiniz. Evinizdə yaradacağınız rahat mühit daxili enerjinizin bərpa olunmasında ən böyük katalizator rolunu oynayacaq. Yaxın bir dostunuzun sizə etibar edəcəyi sirri sonuna qədər qoruyaraq sadiqliyinizi bir daha sübut edəcəksiniz. Yaradıcı yazılar yazmaq və ya gündəlik tutmaq daxili emosiyalarınızı düzgün idarə etmək üçün əla üsuldur. Bugün kənar şəxslərin manipulyasiyalarına qarşı uyanıq olmalı, şəxsi sərhədlərinizi qətiyyətlə qorumalısınız. Maliyyə xərclərinizi planlaşdırarkən yalnız zəruri ehtiyaclara fokuslanmaq büdcənizi potensial böhranlardan tamamilə xilas edəcək. Ruhunuzu qidalandıracaq klassik musiqilərə qulaq asmaq günün gərginliyini üzərinizdən tamamilə atmağa kömək edəcək. Karyeranızda böyük sıçrayış etmək üçün özünə inamınızı artıracaq kurslara və ya seminarlara yazılmağı düşünün. Şiir. Bugün günəş kimi parlayacağınız, liderlik keyfiyyətlərinizi hər kəsə nümayiş etdirəcəyiniz möhtəşəm bir dövr başlayır. Özünə inamınız o qədər yüksək olacaq ki, qarşınıza qoyduğunuz hər bir iddialı hədəfə asanlıqla çatacaqsınız. İş mühitində yaradıcı ideyalarınız rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək və layihələrdə ön plana çıxacaqsınız. Ətrafınızdakı insanların diqqət mərkəzində olmaq sizə əlavə motivasiya və tükənməz işləmək enerjisi bəxş edəcək. Maliyyə məsələlərində lüks xərcləmələrdən qaçmaq və gələcəyə yönəlik investisiyalara diqqət yetirmək olduqca vacibdir. Sevgi həyatınızda ehtirasın və romantikanın artdığı, partnyorunuzla münasibətlərinizin yeni mərhələyə qədəm qoyduğu bir gündür. Subay şirlər öz cazibədarlıqları sayəsində girdikləri hər mühitdə baxışları öz üzərlərinə çəkməyi bacaracaqlar. Ürək-damar sisteminizin sağlamlığı üçün həddindən artıq fiziki yüklənmələrdən və əsəbi mühitlərdən uzaq durmalısınız. Bugün fərdi layihələrinizi təqdim etmək və ya kütlə qarşısında çıxış etmək üçün ən uğurlu zamandır. Səxavətli təbiətiniz sayəsində ehtiyacı olan yaxınlarınıza maddi və mənəvi dəstək göstərərək xeyir dua alacaqsınız. Öz prinsiplərinizdən güzəştə getmədən həm də başqalarının fikirlərinə hörmətlə yanaşmağı öyrənməyiniz tələb olunur. Hobbilərinizi gəlirli bir işə çevirmək üçün bugün mühüm biznes plan hazırlamağa başlaya bilərsiniz. Günün ikinci yarısında bədəninizi gümrah saxlamaq üçün idman zalına yollanmaq və ya qaçışla məşğul olmaq faydalıdır. Tənqidlərə qarşı daha dözümlü yanaşmaq, şəxsi inkişafınızda zəif tərəflərinizi gücləndirməyə kömək edəcəkdir. Qız. Bugün analitik təfəkkürünüz və detallara olan inanılmaz diqqətiniz sayəsində ən mürəkkəb işləri belə mükəmməl şəkildə tamamlayacaqsınız. Merkurinin rasional təsiri ilə nizamsız mühitləri qaydaya salmaq və işlərinizi planlı şəkildə yürütmək asanlaşacaq. Peşəkar fəaliyyətinizdə rəhbərlik sizin dəqiqliyinizi və məsuliyyətliliyinizi xüsusi olaraq qeyd edərək mükafatlandıra bilər. Maliyyə durumunuzu təhlil edərək lazımsız xərcləri ixtisar etmək və gələcək üçün qənaət rejiminə keçmək tam zamanıdır. Şəxsi münasibətlərdə partnyorunuzu həddindən artıq tənqid etməkdən qaçmalı, onun müsbət cəhətlərini görməyə çalışmalısınız. Sevgidə axtarışda olanlar üçün bugün intellektual səviyyəsi yüksək olan bir insanla dərin söhbətlər qurmaq imkanı yaranacaq.
Sağlamlığınıza xüsusi diqqət yetirməli, xüsusən də onurğa sütununu qoruyan idman hərəkətlərinə vaxt ayırmalısınız. Bugün yeni bir elmi kitab oxumaq və ya peşəkar bacarıqlarınızı artıran onlayn kursa yazılmaq olduqca səmərəlidir. Ətrafınızdakı insanların sizdən kömək istəməsi qarşısında səbirlə davranaraq onlara ən doğru metodik məsləhətləri verəcəksiniz. Fikir dağınıqlığının qarşısını almaq üçün iş yerində masanızı və kompüterinizdəki lazımsız sənədləri təmizləyin. İntuisiyanız ilə məntiqiniz arasında mükəmməl bir harmoniya yaradaraq ən çətin dilemmalardan uğurla çıxacaqsınız. Yemək rasionunuzda lifli qidalara və bol suya yer vermək maddələr mübadilənizi əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Yaxın dostlarınızla birlikdə keçirəcəyiniz sakit bir axşam sizə zehni yorğunluğunuzu tamamilə unutduracaq. Gələcəyə dair qorxularınızı bir kənara qoyub cari anın gətirdiyi imkanlara fokuslanmağı vərdiş halına gətirməlisiniz. Tərəzi. Bugün həyatınızın bütün sahələrində harmoniya və ədalət axtarışı ön plana çıxacaq, daxili dincliyinizi bərpa edəcəksiniz. Veneranın zərif təsirləri sayəsində diplomatik bacarıqlarınız yüksələcək və hər hansı bir münaqişəni sülhlə həll edəcəksiniz. İş mühitində tərəfdaşlıqlar qurmaq, yeni müqavilələr imzalamaq və komanda işinə rəhbərlik etmək üçün möhtəşəm zamandır. Estetik zövqünüzün yüksək olduğu bu gündə qarderobunuzu yeniləmək və ya imicinizdə dəyişiklik etmək sizə uğur gətirəcək. Maliyyə məsələlərində balanslı davranmalı, gəlir və çıxarlarınızı dəqiqliklə hesablayaraq hərəkət etməlisiniz. Şəxsi həyatınızda partnyorunuzla münasibətlərinizdə qarşılıqlı anlaşma və sevgi dolu anlar üstünlük təşkil edəcək. Subay tərəzilər üçün incəsənət qalereyasında və ya konsert salonunda gözlənilməz, heyranedici bir tanışlıq baş tuta bilər. Böyrəklərinizin sağlamlığı üçün gün ərzində təmiz su istehlakını artırmağa xüsusi diqqət yetirməyiniz xahiş olunur. Bugün hüquqi məsələləri həll etmək və ya dövlət idarələri ilə olan sənədləşmələri bitirmək üçün əlverişlidir. İnsanlarla ünsiyyətdə nümayiş etdirəcəyiniz nəzakət və zəriflik sizə qapalı qalan bir çox qapıları asanlıqla açacaq. Öz istəklərinizlə başqalarının ehtiyacları arasında incə balansı qoruyaraq heç kimin qəlbinə dəyməməyə çalışın. Yaradıcı incəsənət növləri ilə məşğul olmaq, dizayn hazırlamaq və ya fotoqrafiya ilə maraqlanmaq ruhunuzu tam sakitləşdirəcək. Günün ikinci yarısında yaxın bir dostunuzun verəcəyi dəyərli məsləhət gələcək karyeranızda mühüm rol oynaya bilər. Əsəblərinizi qorumaq üçün negativ enerjili insanlardan və dedikodu mühitlərindən qətiyyətlə uzaq durmalısınız. Həyatın sizə təqdim etdiyi gözəllikləri görmək və onlara görə şükür etmək enerjinizi daha da yüksəldəcək. Əqrəb. Bugün daxili gücünüzün, iradənizin və mistik intuisiyanızın inanılmaz dərəcədə gücləndiyini hiss edərək hər kəsi heyrətləndirəcəksiniz. Plutonun transformasiya enerjisi sayəsində həyatınızda artıq sizə xidmət etməyən köhnə vərdişlərdən tamamilə qurtula bilərsiniz. Peşəkar fəaliyyətinizdə gizli qalan məlumatları üzə çıxarmaq və strateji planlar hazırlamaq üçün ideal bir gündür. Rəqiblərinizin gedişlərini əvvəlcədən təxmin edərək biznes mühitində böyük bir üstünlük əldə edəcəksiniz. Maliyyə sahəsində ortaq qazanclar, miras məsələləri və ya bank kreditləri ilə bağlı işləriniz müsbət nəticələnəcək. Sevgi həyatınızda ehtirasın pik həddə çatacağı, partnyorunuzla ruhsal bir bağ quracağınız emosional anlar yaşanacaq. Subay əqrəblər qarşılarındakı insanın daxili dünyasını oxumaq bacarığı sayəsində doğru seçim etməkdə çətinlik çəkməyəcəklər. Sağlamlığınızı qorumaq üçün reproduktiv sisteminizə diqqət yetirməli və soyuq dəymədən maksimum dərəcədə qorunmalısınız. Bugün daxili dünyanıza qapanaraq gizli elmləri araşdırmaq, psixoloji kitablar oxumaq zehninizi xeyli itiləşdirəcək. Heç bir təzyiqə boyun əymədən öz prinsiplərinizin arxasında sonuna qədər durmaq qətiyyətiniz hər kəsdə qorxu ilə qarışıq hörmət yaradacaq. Sirlərinizi hər kəsə açmaqdan çəkinin və planlarınızı tam reallaşdırana qədər gizli saxlamağa üstünlük verin. Günün ikinci yarısında fiziki enerjinizi idmanla və ya döyüş sənətləri ilə məşğul olaraq düzgün kanala yönəldin. Köhnə bir dostunuzla keçirəcəyiniz dərin fəlsəfi söhbət sizə həyatın mənası barədə yeni baxış bucağı qazandıracaq. Şuuraltınızda yığılıb qalan qorxuları meditasiya vasitəsilə təmizləyərək ruhunuzu tamamilə yenidən doğulmuş kimi hiss edin. Ox atan. Bugün nikbinliyiniz, macəra ruhunuz və həyat eşqiniz sayəsində ətrafınıza böyük bir pozitivlik yayacaqsınız. Yupiterin genişləndirici təsiri ilə dünya görüşünüzü artıracaq yeni fəlsəfi cərəyanlarla və fərqli mədəniyyətlərlə maraqlana bilərsiniz. İş yerində iri miqyaslı layihələrə başlamaq, beynəlxalq əlaqələri gücləndirmək üçün son dərəcə uğurlu imkanlar yaranacaq.
Səyahət etmək arzunuzu reallaşdırmaq üçün bugün xarici ölkələrə bilet ala və ya tur proqramlarını araşdıra bilərsiniz. Maliyyə məsələlərində riskli investisiyalardan uzaq durmalı, qumar və ya şans oyunlarında şansınızı sınamaqdan qaçmalısınız. Romantik münasibətlərdə partnyorunuza azadlıq tanımaq və onun şəxsi məkanına hörmət etmək aranızdakı sevgini daha da alovlandıracaq. Subay ox atanlar bugün xarici mühitdən və ya fərqli millətdən olan maraqlı bir insanla tanış ola bilərlər. Qaraciyərinizin sağlamlığını qorumaq üçün yağlı qidalardan və spirtli içkilərdən tamamilə uzaq durmağınız məsləhət görülür. Bugün hüquqi iddialarınızın və ya təhsil sahəsindəki imtahanlarınızın uğurla nəticələnəcəyi müjdəli xəbərlər ala bilərsiniz. İctimai fəaliyyətlərdə aktiv iştirak etmək, xeyriyyə cəmiyyətlərinə dəstək olmaq ruhunuzu görünməmiş dərəcədə ucalda bilər. Öz fikirlərinizi başqalarına zorla qəbul etdirməkdən qaçmalı, hər kəsin öz həqiqəti olduğunu qəbul etməlisiniz. İdmanla məşğul olmaq, xüsusən də atçılıq və ya oxatma kimi sahələrə maraq göstərmək diqqətinizi xeyli artıracaq. Günün ikinci yarısında alacağınız mühüm bir telefon zəngi gələcək iş planlarınızı tamamilə müsbət istiqamətə dəyişə bilər. Daxili səsinizin sizə verdiyi mesajları düzgün oxuyaraq gələcəyə böyük ümidlərlə baxmağa davam etməlisiniz. Oğlaq. Bugün intizamınız, işgüzarlığınız və sarsılmaz məsuliyyət hissiniz sayəsində peşəkar sahədə böyük zirvələri fəth edəcəksiniz. Saturnun strateji təsirləri ilə uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirib, onlara çatmaq üçün mükəmməl yol xəritəsi hazırlayacaqsınız. Karyeranızda rəhbər vəzifələrə yüksəlmək və ya nüfuzlu şəxslərlə mühüm biznes tərəfdaşlıqları qurmaq üçün əla fürsətdir. Maddi mövqeyinizi möhkəmləndirmək üçün gəlirlərinizi uzunmüddətli daşınmaz əmlaka və ya qızıla yönəltməyiniz olduqca ağıllı addım olar. Şəxsi həyatınızda emosiyalarınızı gizlətməkdən qaçmalı, tərəfdaşınıza qarşı daha səmimi və isti davranmağa çalışmalısınız. Subay oğlaqlar üçün iş mühitində və ya rəsmi konfranslarda ciddi xarakterli bir insanla tanışlıq ehtimalı var. Sümüklərinizin və dişlərinizin sağlamlığı üçün kalsiumla zəngin qidalar qəbul etməyə xüsusi diqqət yetirməlisiniz. Bugün lazımsız risklərdən qaçaraq yalnız təcrübədən keçmiş və təhlükəsiz üsullarla hərəkət etmək sizə uğur gətirəcək. Zamanın idarə olunmasında göstərəcəyiniz dəqiqlik sayəsində bütün planlaşdırılmış işləri vaxtından əvvəl tamamlamağı bacaracaqsınız. Ailə böyüklərinin xeyir duasını almaq və onların təcrübələrindən bəhrələnmək çətin anlarınızda sizə böyük dayaq olacaq. Yaradıcı gərginliyinizi azaltmaq üçün dağ havasında gəzintiyə çıxmaq və ya təbiət qoynunda istirahət etmək faydalıdır. İctimai statusunuzu artıracaq mühüm sənədlərin imzalanması bugün sizin xeyrinizə yekunlaşacaqdır. Fədakar əməyinizin bəhrəsini tezliklə görəcəyinizə əmin olaraq, ruhdan düşmədən fəaliyyətinizi davam etdirməlisiniz. Şübhələri və bədbin fikirləri zehninizdən tamamilə qovaraq öz real gücünüzün fərqinə varmağın əsl zamanıdır. Dolça. Bugün intellektual müstəvidə fərqli ideyalarınız, humanitar baxışlarınız və orijinal tərzinizlə cəmiyyətdə böyük rezonans doğuracaqsınız. Uranın yenilikçi enerjisi sayəsində texnoloji layihələrdə, elmi araşdırmalarda və rəqəmsal sahədə inanılmaz uğurlara imza ata bilərsiniz. İş mühitində şablon qaydaları qıraraq ortaya qoyacağınız innovativ üsullar həmkarlarınız tərəfindən böyük maraqla qarşılanacaq. Maliyyə baxımından gələcəyə yönəlmiş startup layihələrinə investisiya etmək uzunmüddətli dövrdə böyük qazanclar vəd edir. Şəxsi münasibətlərdə partnyorunuzla dostluq bağlarını gücləndirmək, intellektual mövzularda müzakirələr aparmaq aranızdakı harmoniyanı artıracaq. Subay dolçalar üçün sosial layihələrdə və ya könüllülük fəaliyyətlərində həmfikir olan fərqli bir insanla tanışlıq gözlənilir. Qan dövranı sisteminizi qorumaq üçün gün ərzində çox oturaq qalmamaq və yüngül idman hərəkətləri etmək vacibdir. Bugün azadlıq hissinizin artdığını hiss edərək sizi sıxan hər növ asılılıqlardan qətiyyətlə imtina edəcəksiniz. Astrologiya, kosmos və ya gələcəyin texnologiyaları barədə yeni məlumatlar öyrənmək vizyonunuzu xeyli genişləndirəcək. Ətrafınızdakı insanların problemlərinə qlobal nöqteyi nəzərdən yanaşaraq onlara ən qeyri-adi və effektiv həll yollarını təklif edəcəksiniz. Öz daxili dünyanızdakı yaradıcı dahanı oyatmaq üçün bugün qəliblərdən kənara çıxan addımlar atmaqdan çəkinməyin. Günün ikinci yarısında alacağınız sürpriz bir dəvət sizə yeni və nüfuzlu dostlar qazanmaq imkanı bəxş edəcək. Maddi məsələlərdə rəqəmsal valyutalar və ya onlayn ticarət sahələrini dərindən öyrənmək sizə əlavə üstünlüklər qazandıra bilər. Gələcək planlarınızı böyük bir gizliliklə hazırlayın və onları vaxtı gəlmədən kütləyə elan etməkdən tamamilə yayının. Balıqlar.
Bu gün yaradıcılığınızın, rəhmət və şəfqət hissinizin, eləcə də daxili intuisiyanızın ən yüksək həddə çatdığını hiss edəcəksiniz. Neptunun sehirli təsirləri sayəsində incəsənətlə məşğul olmaq, rəsm çəkmək və ya şeir yazmaq üçün inanılmaz dərəcədə əlverişli zamandır. Peşəkar fəaliyyətinizdə empatiya bacarığınız sayəsində müştərilərin və tərəfdaşların etibarını asanlıqla qazanmağı bacaracaqsınız. Maliyyə məsələlərində xəyallara qapılmadan, real faktlara əsaslanaraq qərarlar verməli, fırıldaqçı şəxslərin toruna düşməkdən qorunmalısınız. Sevgi mühitində tərəfdaşınızla ruhsal bir vəhdət yaşayacaq, ona qarşı olan səmimi hisslərinizi ən gözəl sözlərlə ifadə edəcəksiniz. Yalnız olan balıqlar bugün xəyallarındakı şahzadəyə bənzəyən, incə qəlbli bir insanla mistik şəraitdə qarşılaşa bilərlər. Ayaqlarınızın sağlamlığına xüsusi diqqət yetirməli, rahat ayaqqabılar seçməli və dəniz kənarında gəzintiyə çıxmalısınız. Bugün yuxularınızın rəmzi mənalarını düzgün təhlil etmək sizə gələcəkdə atacağınız addımlar barədə mühüm ipuçları verə bilər. Ətrafınızdakı insanların dərdlərinə ortaq olarkən öz psixoloji enerjinizi tükətməməyə və şəxsi sərhədlərinizi qorumağa çalışın. Yaradıcı layihələrinizi reallaşdırmaq üçün bugün sizə mənəvi dəstək olacaq güclü hamilər və ya investorlar tapa bilərsiniz. Günün ikinci yarısında su səsi dinləmək və ya hovuzda üzmək bədəninizdəki bütün negativ enerjini tamamilə yuyub aparacaq. Maddi durumunuzu yaxşılaşdırmaq məqsədlə xeyriyyəçilik fəaliyyətlərinə rəmzi də olsa töhfə vermək bərəkətinizi qat-qat artıracaq. Başqalarının fikirlərindən asılı qalmağı dayandıraraq öz daxili müdrikliyinizə və qəlbinizin səsinə tam etibar etməlisiniz.